avtomobilimiz var. Toyota Land Cruiser. Avtomobil dəhşətli dərəcədə bollaşdırır. Benzini demək olar ki, bir 35-40 litrə yaxın işlədir. Bu hadisə baş verib, motoristlər motoru çıxardıb, söküb yığandan sonra, nə bilim, kitabça dəyişiblər, nə bilim, nə ediblər. Biz də zülmə qalmışdıq bu avtomobillə. Deməli, beynin radyamını qırmışdılar, onu təzədən taxmışıq yerinə. Bir təhər axır 30 durmuşuq. Deməli, avtomobili necə diagnostik eləmişik, amban çəkmişəm, sahibinə atmışam videoları. Biz də indi o videoları bu videoya qoşacağım. Yəni, siz bilin ki, mən bunun sahibi ilə danışıram da, avtomobilin sahibi ilə danışıram. Aferin. 9 var. Heç birinin ağzında bir tane de şey yoktur. Aferin 9 var. Deməli, patsosa yoxlayırıq. Demək olar ki, içinə bütöv tüstünü yükləmişik də. Deyə baxın. Görürsünüz? Ağzına kimi doludur bunun içi tüstü ilə. Heç bir yerdən yırtığı-mırtığı da yoxdur. İndi arxadan quluşteldən verəcəyik, yoxlayacağıq. Baxaq görə bəlkə hardansa quluşteli düz bağlamayıblar. Ola bilər, qofra filan yırtıq qalıb. Oradan bəlkə əddelini patsos götürür. Olmasa artıq bir dənə variant qalır. Lambdaları dəyişib yoxlamaq. Müəyyən ikisi də birdən xarab olub da. Korreksiya eləmir. Bir də bu beynin radyomuna baxacaq. Hələ ki işləyirik də. Deməli, buradan apresovka eləyirik arxasından. Buradan quluşteldən apresovka eləyirik ki, baxa görə quluşteli düz bağlayıblar, yoxsa yox. Hardasa bəlkə yırtığı var quluştelin. Oradan hava çəkir, lambdalar o havanı yaxalayırlar da. Burada bizdə bu şarik 5-dədir. Görürsünüz, bax yuxarıdadır 5-də. Əgər müqavimət artarsa, yəni quluştel tam dolandan sonra düşməlidir aşağı 1-ə. Hələ ki müqavimət artmır. Yəni doldurmuşuq sistemi bütöv tüstü ilə artmır. Deməli ki, orada hardasa xırda deşik var. İndi biz onu axtarırıq. Amma bəlkə də dolmayıb tam. İndi gözləyirik də. Paştı demək olar ki, bir 10 dəqiqədə tüstü basırıq ora. Hələ ki, yəni düşmür şar. Düşməlidir aşağı dolandan sonra. Bax belə bir şey olmalıdır. Elə bilin ki, mən burada şlanqını sıxıram. Elə bilin ki, doldu sistem. Bax belə. Bax belə bir şey olmalıdır. Bax buradan şlanqı sıxmışam. Elə bilin ki, dolmalıdır da sistem. Sistem dolmur. Sistem dolmursa deməli orada hardasa yırtıq var. Prosta çox balacadır. Lambdaların qabağına düşə bilər. Lambdalar onu yaxalaya bilər. Ona görə benzini arta bilərlər süni şəkildə. İndi axtarırıq görək harda olacaq. Doktor, sizin maşınınızda məsələ nə yerdədir? Məsələ çox gülməlidir. Bu masterlər sağ olsunlar. Sizin arxadan maşınımızın motorun lambdalarını qoşa bilməyiblər. Baxın görün nə ediblər. Pinləri ayırıb. Necə ki bu beynin ştekerini qoşa bilməyiblər ha. Bax elə də bu pinləri qoşa bilməyiblər. Biz qalmışıq zülmə. 3 gündür bu maşından vuruşuruq.
Nəhayət ki, qərara gəldik ki, ora bir başqa lambda qoyaq. Özümüz tapmışdıq lambdanı. Lambda qoymağa çalışanda aşkar elədik ki, bizdə burada belədir. İndi niyə aşıfqa vermir? Onu bilmirəm. Niyə aşıfqa vermir? Onu bilmirəm. Bəlkə praşifqa zad eləyiblər ki, canları qutarsın. Bilmirəm. İndi qoşub, düzəldib, düzüb qoşub maşını sizə təhvil verəcəyik inşallah. Salamatlıq olsun. Deməli. Gördünüz? Sizin avtomobilinizin dərdi. Gördünüz nə ediblər? Anadan əmdiyimiz südü burnumuzdan gətirdi axır ki. Amma tapdıq. Beləliklə sizin bir neçə aylıq belə deyək də mübarizəviz sona çatdı. İndi təmir eləyib inşallah gələndə sizə təhvil verəcəyik. Deməli, çox çətin yerdədir. Amma gördüyünüz kimi əmələ gətiririk. Oranı hiç kamera görmür. Ne tercüme Land Cruiser'in vəziyyətini izah eləyirəm. Düzəltdik ikinci sensoru. Daha doğrusu Bank 1'in ikinci sensoru. Daha doğrusu Bank 2'nin birinci sensorunu düzəltmişik. Bu tərəfdədir. 2, 4, 6 buradır. 1, 3, 5 buradır. Deməli biz düzəltdiyimiz sensor korreksiyanı minusa çəkməyə çalışır. Gördüyünüz kimi maşını istəyir ki, benzin aşağı salsın. İkinci bankada heç bir korreksiyaya getmir. Daha doğrusu birinci bankada heç bir korreksiyaya getmir. O sensor ümumiyyətlə tərpənmir. Bizim düzəltdiyimiz sensor isə maşını çalışır ki, yəni benzini azaltsın. Deməli, göstərəm. Onu da düzəldəcəyik, yəni ikincini də düzəldəcəyik. Sadəcə göstərəm. Deməli, qərar son qərardır. Maşının motorunu aşağı salanda bunlar radyomları ayıra bilməyiblər. Şteker qırılıb. Qırılandan sonra baxıblar ki, neynəsinlər. Götürüblər ştekerin kabelləri necə gəldi, keçirdiblər yerinə raspinovkasız. Maşın da avara qalıb. Neçə aylardır bu maşın bollaşdırır da. Yəni benzin çatdırma olmur buna. Oksigen sensorlardan ikisini də. Bunu da o tərəfidir. İndi biz o tərəfi düzəltdik, orada korreksiya düzəldi. Mən sizə göstərdim. İndi çalışırıq bu tərəfi düzəldək. Buranı raspinovka eləyə bilsək, əl çatmır, ayaq çatmır. Bu motor yerdə olanda eləyiblər də bunlar bunu. İndi təzədən görək, düzəldib yerinə yığıb korreksiyanı sizə göstərəcəm. Ya plus 20-də saxlayırdı da korreksiyanı. İndi bu tərəf minusa çəkir, bu tərəf pastiyanı plus 20-də saxlayır. Ümumiyyətlə heç dəyişmir, bu tərəf ümumiyyətlə korreksiya eləmir. Amma bu tərəf artıq minusa çağırır korreksiyanı ki, yəni maşını mühərriki düzəltdirmək istəyir ki, azalt benzini. Çalışırıq görək, bir şey alındıra bilirik. Alındırmışıq artıq, amma yəni olmaz da belə. Yəni insanın avtomobildən başı çıxmayanda cəmaatın maşını bu vəziyyətə qoyub yola salmazlar. O aqil deyir ki, onlar yəni birinci maşın deyil, Allah bilir belə eləyirlər. Hər dəfəsində yiyəsinə deyil, yox, daha doğrusu öz-özlərində deyirlər ki, məsələn, bir dənə belə maşın var idi, belə saldıq yerinə çıxdı, getdi vəssalam. İşləyir, elə indi də işləyir. İşləmir axı, ölüb maşın. Polnu bakla 400 kilometr yol gedir bu avtomobil. Polnu bakla 400 kilometr yol nə deməkdir? Kimsə deyirsə ki, bu yəni asaddır, heç də asad deyil də. Asan dolar ya, elimin altında olsa da, yani bir gözle bakırsan, bir elden tutursan, bir elden de işleyirsen de. İndi aqil aşağıda onu tutup işləyir, mən də burada işıq tutmuşam. İndi çalışacaq o kabelləri uzadaq. Nə bir yana gəlir radyom, nə o yana gedir. Land Cruiser'lə işimizi bitirdik. Bitirimləri göstərirəm sizə. Korreksiya yenə də təkrar edirəm. Plus 20-də mənə gəlib.
bayaqlar videoda gördünüz də, yəni birinci sensor onsuz da 20-də idi. Heç bir hərəkət eləmirdi. Bu avtomobil hər iki trimdən 20, yəni avtomobil bildiyiniz benzini stəkanla içirdi də. Düz deyə, belə onsuz da stəkanla içir, amma indiki korreksiyaları görürsünüz. Bütün lambalar işləyir, hər şey qaydasındadır. Belə. Yəni bir nəfər səhv eləyir, deyir o bir dəli quyuya daş atdı, 10 dənə ağıllı birləşdi, onu çıxarda bilmədi. Amma elhamdülillah biz çıxartdıq. Əla. Bəs salam, təhvil verə bilərik.